İlqar Əsgəroğlu Məmmədov 25 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1987-ci ildə Soltanlı kənd orta məktəbini bitirdikdən sonra elə həmin il dağılmaqda olan Sovet ordusunda hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1989-cu ildə doğma rayona qayıdaraq Soltanlı kəndində süd emalı zavodunda çelimgər işləyib. 1991-ci ildən etibarən Cəbrayıl rayonunun Daxili İşlər şöbəsində mühafizə polisi vəzifəsində xidmət edib. 1991-ci ildə yaranmaqda olan Azərbaycan ordusunun sıralarına könüllü qoşulsa da, 1992-ci ilin noyabr ayında Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə cəlb olunur və xidmətini 896 saylı hərbi hissədə davam etdirir. O, həmin hərbi hissənin Sirik batalyonu kimi tanınan 2-ci taborunda qulluq edir. İlqar Məmmədov Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşur. 1994-cü ilin yanvarında başlayan Horadiz əks hücum əməliyyatında xüsusi şücaət göstərir. 1994-cü ilin aprel ayının 20-sində Tələtəpə uğrunda gedən döyüşlərdə şəhadətə ucalır. Sumqayıt Şəhidlər Xiyabanında əbədi uyuyur. Otuz ilə yaxın işğal dövründə ermənilərin xarabaya çevirdiyi Soltanlının abad, firavan vaxtlarında bu kənddə böyüyən uşaqlardan biri də Məmmədov İlqar Əsgəroğlu idi. O, Məmmədovlar ailəsindəki övladların 5-incisi, oğlanların isə ən kiçiyi idi. Mənim balam yaxşı bala olub. Zirək, qoçaq, atanın da yerin bilir, ananın da yerin bilir. Gülər üz, şən, deyən, gülən, sözə baxan, heç vaxt nə valideyn izlətməzdi, nə evdəkiləri izlətməzdi. Çox zarafatçılıdır, çox belə tərbiyəli uşağıdır, sözə baxanıdır. Həmişə bir-birimizə belə ki, deyib işik, dediyimizi yerinə yetirmişik. Böyük qardaşlarım buyuranda məsələn deməzdi ki, yox, siz durun, özünüz gedin. Yox, onu deməzdi, həmişə özü durub gedərdi. Evin ən balaca oğlu olmasına rəğmən İlqar heç vaxt nadinclik etmir, yaşca özündən xeyli böyük bacı qardaşlarının ehtiramını ən kiçik yaşlarından ta böyüyüb boyu başa çatana qədər əziz tutur. Onunla mənim aramda 15 yaş fərqimiz var. Mən tamam böyüyüm, amma o balaca bacının arasında 3 yaş fərqləri vardı. Onların zarafatları, deyib gülməkləri, bir-birinə rəftarları həmişə yaxşı olub. 6 uşağı, 3 bacı, 3 qardaş, o mənim qardaş payım idi. Həmişə bir yerdə oynayırdıq. O məndən 3 yaş böyük idi. Dağlaşmağımız, gülüşməyimiz, oynamağımız hamısı bir yerdə keçirdi. Ərköyünük olardı, amma nazişlik yox idi. Böyük bacısı İlqarın təhsil aldığı məktəbin müəllimi olub. Kiçik qardaşının intizamlı davranışı, dərsə davamiyyəti və biliyə marağı onu öz həmkarlarının yanında həmişə qürrələndirib. Özü deyirdi ki, bacı, məktəbdə müəllim kimi, evdə hamı bacı qardaş kimi bir-birimizlə rəftar edək. Çünki mən orada əgər sizin üzünüzə ağ olaramsa, əstəğfurullah, heç ağ da olmayıbdır. Onda bəs o uşaqlar necə baxar sənə, sənin sözünə? Əlaçı deməzdim, amma yaxşı oxurdu. Nizamlı, intizamlı şagird olub həmişə, müəllimləri həmişə razılıq eləyib. Heç vaxt atama onun haqqında bir şikayət gəlməyib. Dərsə girəndə çox tərbiyəli, qanacaqlı, sakit olurdu. Ancaq tənəffüsdə çox zarafatçıl, deyən, gülən, həm güldürürdü, həm düşündürürdü. İlqar elə bir uşaq idi. İlqar Cəbrayıl elinin qəhrəmanlarının öz canından keçən qəhrəmanları haqqında həmişə öyrənirdi. Həmişə onların keçdiyi şərəfli yolu haqqında maraqlanırdı. Bir sual vardı ki, onu məsələn yaxşı oxuyan uşaqlar cavab verməmişdi ədəbiyyatdan. Ədəbiyyat müəlliməsi gəldi dedi ki, mən İlqarı zəif bilirdim,
Ancaq yox, mən 4-5 verdiyim uşaqlar həmin suala cavab verməmişdi. Hansı sual ki, Dərviş Parisdə partiyaları mövzusundaydı, onun uşaqlar cavab verməmişdi. İlqar həmin cavab vermişdi ki, Fransada, Parisdə həmin momentdə inqilab baş vermişdi. Hər dəfə söz İlqardan düşəndə az qala yarım əsrlik keçmişin xatirələri yenidən canlanır, doğmalarının yaddaşına işıq saçır. Səhər-səhər anam getdi, kolxozda işləyirdi, getdi işə, atam evdə idi. Dedi, dur, həyəti bacanı təmizləyək, həmişə də bizə sanitar gəlirdi, deyirdi ki, zibilxananı təmiz saxlayın. Atam dedi, gedib yaparaq odlayaq, təmizləyək. Mən də anam gedib uşağı geyindirmişəm, qəşəng paltarın. Yanımızdan o tərəfə gedir, gəlir. Nəzə atam odladı, qaydında dedi, uşağı da götür, gəl. Mən də atamın dalınca düzələndə dedim, qaqa sən də gəl. Elə bildim ki, gəlir. Bir də qayıtdım ki, uşaq düşüb alovun içinə. Qışqırdım, tez alovun içinə atam gəldi, özümü çıxartdım alovun içindən, paltarını soyundurdum. Atam gəldi, sağ demədim uşağa gəl, dedim, axramızdan gəlirdi məndən, o alova düşəlir. Biz futbolu çox sevmişik. Mən 11 nömrəni çox istəyirdim. O da 9 nömrə. 9 nömrə İqor Parmarovun nömrəsi idi, o Neftçidə oynayırdı. Halik Blakın nömrəsi də 11 idi. Bir dəfə futbolda elə bir ki, məhəllə futbolu idi, orada elə şey yox idi. Oynayırdıq, 2-1 biz uduzurduq. O 3-cü qol vurdu, mən də onun son vaxtlara qədər dururdum, kofda. Arxasından tutdum, dartdım, cırdım onu. Orada biraz tartışmamız oldu. Heç evə getməmiş, barışdıq. Qoyun sırasına gedərdik, atam gedirdi qoyun sırasına, daha doğrusu. Günorta biz ataya yemək aparırdıq. Yemək aparanda həmişə məni özü ilə apardı, çünki bizim evin arxa tərəfi dağlar idi. O dağlardan keçib biz gedirdik atanın yanına. Həmişə əlimdən bərpər yapışırdı ki, bacı deyirdi, yıxılarsan. Həmişə əlimdən tuturdu. Bir dəfə də elə oldu ki, biz gedəndə zəmidən keçəsi olduq. Daha doğrusu zəmidən keçmirdik. Zəminin ortasında belə arx kimi var idi. O arxa düşdük. Dedi, bacı, buradan keçək, atanın yanına tez çatacağıq. Elə bu dəbdə gördük ki, zəminin qara oldusu atla bizə sarı gəlir. Bir əlində çaynik, bir əlində sumka. Qaça-qaça getdik. Həmin kişi bizi çox qovladı zəminin içində. Getdik, atamın yanına çatdıq. Kişi də gəldi atamın yanına. Dedi, bu uşaqları pis öyrətmirsən. Bu uşaq zəminin içi ilə keçdi. Onda İlqar qayıtdı ki, ata, biz zəminin içi ilə keçmədik. Biz orada arxın içi ilə gəlirdik. Balaca vaxtıydıq, Malaqoyuna gedirdik. Siqaret çəkməyimiz bir-birimizə şey deyirdi ki, yəni evə gələndə heç kimə deməyək. Orada uşaq idik, siqaret çəkirdik. Atam bizi bildi, bizi qovdu, atdı çölə. Qapını da arxadan vurdu. Dedi, gəlin, biz də indi uşaqdır, yəni birazdan sonra bir çardaqda İlqar çıxdı, orada yatdı. Mən də arabanın üstündə ot vardı, orada yatdı. Və uzandıq, yuxu aparıb da bir maldan qoyundan gəlmiş, yoruq, heç çör də yeməmiş, qoymadı çörək yeməyə. Gecə anam gəldi, bizi içəri aldı. Ondan sonra mənim dilimə siqaret dəymədi. Və sonra İlqar məktəbdə oxuyanda, məktəbdə oxuyurdu, orada peşə məktəbdə. Orada siqaret çəkir, və nəsiyyətdən gələndə o siqaret çəkirdi. Yerdən oturub hamımız çörək yeyirdik. Nə lazım oldusa, anam dedi ki, dur get filan şeyi gətir. Bu da ayağım belə qatlayıb oturmuşmuş. Bilmədim, ayağım möhkəm ayaqladım. Yata 75 sən məni ayaqladın, nə qarsan sən? Və belə xatirələri var. Ən çox qucaqlaşıb yatdığımız. Bizdə qapıda bir qoz ağacı vardı, çox hündür idi, böyük idi. Onun ətrafında da tut ağacları əkmişdik. Orada günortalar güləşirdik. Hamının balaca bilib əzizlədiyi bu sevimli oğlanın 18 yaşına çatması necə deyərlər, heç kimin diqqətini cəlb eləmir. Ta o vaxta qədər ki, hərbi xidmətə getməsi üçün İlqara çağırış vərəqəsi göndərilir. Irkutskda qulluq eləmişdi, oradan göndərmişdilər Vilniusa, Liapa şəhərinə. Axıra qədər də orada qulluq elədi. O qədər məktublar yazırdı, bacı burada belədir, vəziyyətim yaxşıdır, narahat olma, düşəndə atam belədir deyən ki,
Narahat olmayın, yaxşıdır. Birinci yazırdı əziz və hörmətli atam. Sonra kim necədir, kim nətərdir, mənim vəziyyətim belədir, yazırdı hamı kimi. Dağlaşmışım uşaqlarla, uşaqlar vurub qaşqasından vurmuşmuş, yaralanmışmış. Bu məni şəkil çəkib göndərmişdi. Nəsə cavab yazdım, dedi sən deyirsən səni çox istəyirəm. Sən nətər baxdın mənim şəklimə, mənim gözümün üstündə yara var, sən onu görmədin. Dedim yox vallahi görməmişəm, fikir verməmişəm. Sonra doğrudan şəkilə baxan sonra baxdım gördüm doğrudan burada yarığı var. Da yarası var. Gələndən sonra mühafizə idarəsinə düzəlmişdi. Zavodda işləyirdi. Gəldi evə, hamımız oturub çay içirdik. Bu da gəldi. Elə çayı içdik, yığışdırmaq istəyəndə qayıtdı ki atama. Ata bilirsən nə olub? Deyəndə dedi nə olub? Dedi Yahya Çələbi pendirtrisə gəlmişdi. Belə deyəndə elə hamısı belə qaldılar ki, bu nə danışır? Yahya Çələbidir, Suqra Çələbidir bizim rayonun ən böyük Seyid nəslindəndilər. Bəs mənə dedi ki, sən bu il qışı çıxmayacaqsan. İndi kimi yadımdadır, yazıq atam. O vaxt atam da, anam da ikisi də çox təlaş keçirdilər. Anam getdi, anamın anası var idi, nənəm. Nənəmin yanına, nənəm dedi, ay bala, tez olun ona qurban kəsin. İnanın ki, səhər günü atam onun üçün bir qoç kəsdi və hamısını da payladı. Təzədən oturub axşam çörəyimizi yeyirdik, qayıt dedi, siz nətər insansınız, siz fikirləşmirsiniz ki, Yahya Çələbinin pendir zavodunda nə işi var? Mən onu sizin üçün yalandan özüm dedim. Amma qoçu yaman kəsdi, nə, qaqama dedi. Qaqam doğrudan da güldü və qaqam çox həssas insan idi. Həm də ağladı. Dedi, bala, mən sizdən ötürü, sizi bu cür böyüdənə qədər bilirsiniz, mən nə qədər çətinliklərdən keçmişəm. Mən heç vaxt razı olmaram ki, mənim balalarımın ayağına bir dənə daş dəysin. Ermənilər Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayanda İlqar Qarabağda separatçı və silahlı quldurlar tərəfindən törədilənlərə dözə bilmir. Hər şeyi atıb silaha sarılır. Əvvəl könüllü getdi. Sirik batalyonunda olub, Sirikdə əsas döyüş yeri Cəbrayılın Sirik kəndində olub, ən əsası. Dağıtma zonasında olub. Orada həmişə deyirdi ki, bu yağlar əl çəkmir də. Mən yağlar əgər torpağa hücum edirsə, biz orada olmalıyıq. 91-ci ildən o getdi. Bir neçə əməliyyatlarda iştirak elədi. Əsas Sirik o zonada, Sirik batalyonunda qulluq eləmişdi, rabitəçi idi özü də. Bir çox döyüşlərdə iştirak eləyib. Məsələn, Sirikdə olan döyüşdə, Ziyarət dağı ətrafında olan döyüşdə, Surda, Daşaltı əməliyyatında. Hər dəfə o döyüşdən gələndə şən, bir mehriban, gülərüz həmişə elə bir xatırlayıram İlqarı. Deyirdi ki, mənim evdə atam var, qardaşlarım var. Deyirdi ki, mən də qayıdım, gedim, oturum evdə. Bəs nə olsun? Və bu torpağı kim qorunmalıdır? Mən düşəndə deyirdim ki, bacı da bacı ürəyidir. Deyirdim ki, ola bilməz ki, bir gün gez gedəsən də qalasan yanımda. Deyirdi, yox. Gəldim, görüşdüm, məni gördün, görsən yaxşıyam. İnşallah qələbəni başa vurub qayıdacam, narahat olma. Müharibədə qızğın vaxtı idi. Ora aparırdılar, bura atırdılar. Elə gün oldu, 2 gün, 3 gün iş gəlmirdi. İmkan düşəndə gəlirdi, imkan düşməyəndə də gəlmirdi. Deyirdim, bala, nə gün? Deyirdi ki, imkan yoxdur da. İmkan, mən oranı yəsiz qoya bilmərəm. Bizim kəndimiz yol qırağındaydı, belə deyək. Hansı ki, İlqar rəhmətli o batalyona gedəndə bizim kənddən keçirdi. Batalyonu müəyyən istirahətə gətirirdi, hərbi hissənin komandiri. Belə deyək, haman vaxtı. Yəni, İlqar həmən kənddə düşüb bizə gəlirdi, bir yerdə olurduq. Mən ona sual verirdim ki, bəs indi neynəmək olar, görüm bu işin axırı nə tər qutaracaq. Rəhmətli mən həmişə deyirdi ki, Məhəmməd, mən heç vaxt yəni geri qayıtmaram da, ya ölmək, ya torpağı, vətəni qorumaq. Amansız müharibə İlqarın könül verib, könül aldığı qızla sevgisini əbədi olaraq qarşılayır. Öz qəlbində olubdu, ha. Öz qəlbində olubdu. Mən yalandan durum deyim ki, nə, bunu istəyirdi, onu istəyirdi, yox. Öz ürəyində varsa da, mən onu bilməmişim. Var idi, mənə dedi, mən deyə bilmərəm. Git, özün də özünə cavabını al, dedi, nə demədi, elə öz ürəyində də getdi. Mən özüm deyirdim, bala, hava cünün, ta o bir qardaşını dəvləm, sən dəvlən günə,
Bu da ta elə müharibə gəldi, başı qarışdı. Tabii müharibədə mən onu nə tək deyim, evləndirim. Sevdiyi qız Sarıdan gözü arxada qalan İlqar, iştirakçısı olduğu qanlı qadalı döyüşlərdə ən yaxın dostlarını, silahdaşlarını itirir. Onun bir həm əsgər yoldaşı vardı. Təsadüf olağan ki, Mais adında o da bizim kətçim idi. Məktəbdə bir sinifdə oxumuşdular, əskərlikdə də eyni şəhərdə olmuşdular. Burada da eyni yerdə qulluq edirdilər. İkisi də rabitəçi idi, biri bir komandan, biri bir komandanlıqda. Onlar Ziyarət dağında bir böyük hündür yüksəklik vardı, oranı götürmək istəyirlər. Halbuki oradan ermənilər Cavraru mərkəzini vururdular. Əməliyyatı hazırlaşmışdılar, getmişdilər. Gəlindən sonra söhbət edilib, yaxınlaşmışdıq. 5 metr, 3 metr qalmışdı. Onu da gördük, başımıza tökdülər. Dedi ki, bizdə əlaqələr kəsildi. Mən qışqırdım ki, bəs Mais. Maisin səsi gəlmədi və komandiri məlumat verdi ki, yəqin ki, Mais artıq həyatda yoxdur. Sürünə gəlmişdi. Ondan 1-2 gündən sonra evə gəldi. Üstü başı çox pis gündə idi. Tikanlıqda, burada dizləri, şalvarda cırıq-cırıq idi. Orada da 2 nəfər şəhid olan kətçimiz Elmar var idi, Rıza oğlu. O bir də Mais şəhid olmuşdu. Ondan əlavə də rayondan, kətlərdən şəhidlər olmuşdu. Bütün varlığını vətənin müdafiəsinə həsr edən İlqar öz şücaəti, qorxmazlığı ilə döyüş yoldaşlarının gözündə ucalır, xidmət keçdiyi hərbi hissədə hamının sevimlisinə çevrilir. İlqar Məmmədovla 1992-ci ilin iyun ayında mən tanış olmuşam. İyun ayının 26-sı mən hərbi xidmətə çağırılmışam. Cəbrayıl rayon daxilində özünün müdafiə batalyonuna daxil olmuşuq. O zaman İlqar Məmmədov artıq orada xidmət eləyirdi. Biz gənc əskərlər olduğumuza görə mütəmadi olaraq bizlərlə danışırdı, görüşürdü. Bir növ bütün gənc əskərlərdə vətən sevgisi, vətənpərvərlik ruhunu yüksəltmək üçün İlqar Məmmədov həmişə bizdən vətəni sevməyi, vətəni necə qorumağı, qorxmamağı, səngərdə necə xidmət aparmağı, düşmənə qarşı necə vuruşmağı və silahla necə davranmağı bu bizə öyrədirdi. Mən İlqar Məmmədovla 706 nömrəli hərbi hissədə xidmət eləmişik, 6-cı batalyonda xidmət eləmişik. İlqarla mən bir kətdənik. Cəbrayıl rayon Sultanlı kəndində bir kətdənik. Düzdür, yaşda məndən böyükdü, amma bizim o böyük qardaşımız idi. Bizlə hər dəfə görüşündə İlqar Məmmədov şəxsən mənim özümə hər dəfə deyirdi ki, mən hərbi xidmət keçmişəm, amma buna baxmayaraq Rusiyada xidmət eləmişəm. Amma biz hal-hazırda öz vətənimiz üçün, öz xalqımız üçün, öz torpaqlarımızı qoruyuruq. Buna görə də hər bir əskər, hər bir vətən oğlu, Azərbaycan vətəndaşı öz vətənini, öz torpağını ürəklə, canla, başla qorumalıdır. Və onun bu sözləri də bizim hər birimizə bir ruh yüksəkliyi verirdi. Aylıq seçkili eləmirdi ki, bu məndən yaşda balacadır, böyükdür, hamıya yəni eyni səviyyədə baxırdı. Deməzdi, yəni bu balacadır, böyükdür. Təzə gələn əskərlərimizi həmişə onlara qayğıkeşlik göstərərdi. Təzə əskərdir də, yəni bilmirdi ki, yəni o belə deyək ki, o düşmən hardan atır, can atardı ki, bir yerdə olsunlar, o təzə əskərlərlə bir yerdə olsunlar. Ermənilər top atəşi ilə, qrad atəşi ilə, iri çaplı silahlarla kəndlərimizi atəşə tuturdular. Amma buna baxmayaraq onun o sözlərinə baxıb biz qorxmadan orada xidmət aparırdıq. Deyərdin ki, yəni hara geçsəm belə İlqar qardaşımla da böyük qardaşımızdır, onun yanında olaq. Onun yanında olaq, bir yerdə olaq. Döyüşə gedəndə də, o posta duranda da adam elə istəyir ki, həmişə İlqarın yanında olsun. Bax, belə bir insan idi. Müharibə şəraitində elə bir vəziyyət yaranır ki, yəni orada o müharibədə olan insanlar bilirlər onu ki, xaos yaranır, qorxu, həyəcan, hər bir şərait yaranır orada, hər bir vəziyyət yaranır insanda. Amma o onu deyirdi ki, çalışın ki, hər zaman soyuqqanlı olun. Bütün döyüş taktikalarını demək olar ki, bilirdi İlqar Məmmədov. Və o döyüş taktikalarında necə mövqe tutmağı, necə orada səngərdə necə hərəkət eləməyi, düşmənə qarşı necə döyüşməyi, hər birisini bizə onu öyrədirdi. Deyərdim ki, mənim bu dövrdə sağ qalmağımın
Səbəbi İlqar Məmmədovun mənə verdiyi o tövsiyə idi ki, mən bu vaxtı sağ qalmışam, bu döyüşlərdən sağ çıxmışam. Amansız döyüşlərin birindən sonra doğmalarına baş çəkməyə gələn İlqar onlara şad xəbər gətirə bilmir. Əksinə, sətraltı da olsa vəziyyətin gərginliyini izah eləməyə çalışır. Bu, həm də onun öz kəndlərinə son gəlişi olur. Meyvələrin yetişmiş vaxtı idi, bizə gəlmişdi. Daim dedi ki, İlqar, mən yığa bilmirəm. Qadınalım, çıx ki, ağaca onun başından kəs tök yerə, biz onu arxayın yığaq, meyvəsini dərək. İlqar indi bizə dəhrə deyilir, kəsici alır. Dəhrəni götür çıxdı ağacın başına, çıxdı, vurdu, tökdü yerə. Dedi, dayı, axırıncı dəfə bu ağacı həm kəsirik, həm yeyirik. İyun ayında yığdıq meyvəsini, dərdik, yedik. Avqust ayı məcbur köçkün düşdük. Çox təəssüflər olsun ki, biz Cəbrayılı axıra qədər qoruya bilmədik. Rayonumuz işğal oldu. Hər bir tərəfə səpələndi. Köçdük, gəldik. Nasosda yerləşdik. Sumqayıta gələndə, gedəndə müharibəyə mənə verdi dəftərçəsidir. Onun içində pullar yazılıb, pulları var idi. Dedi, bunları saxla, sənə əmanət eləyirəm. Gələndə götürəcəm səndən. Amma heç kimə demə. Sonuncu dəfə 1994-cü ilin qışında Sumqayıta gedən İlqar bu şəhərdə məskunlaşmış ailəsinə baş çəkib yenidən cəhbəyə qayıdır. Onun son döyüşü Lələtəpə yüksəkliyinin müdafiəsi olur. Komandir batalyonumuz səhər gəldi, görüşdü bizlə. Deməli, bir 10-15 dəqiqə komandir postları yoxlayıb keçdi qabağa. Xəbər gəldi ki, komandir batalyonumuzu snayperlə vurublar. Komandir batalyonumuz şəhid oldu. Hücum əmri verilmişdi, bütün ərazilərimiz azad olunmalı idi. Həm Füzuli Cəbrayıl istiqamətində döyüşlər gedirdi, həm Füzuli istiqamətində döyüşlər gedirdi. Lələtəpə uğrunda gedən döyüşlər idi. Orada dəfələrlə mənfur düşmənlərimiz hücum edibdi. O Lələtəpə postunu bağlı oranı ala bilməmişdik. Hər tərəfdən bizə elə bir şey oldu. Lələtəpə postuna hər tərəfdən hücuma keçmişdilər. Neçə qardaşlarımız, döyüş yoldaşlarımız şəhid oldu. İlqar da onların içində, Məmmədov İlqar da onların içində. 1994-cü ilin aprel ayında mən onda eşitdim ki, İlqar şəhid oldu. İlqar kimi çox igid oğlanlarımız var idi ki, o döyüşlərdə şəhid olmuşdular. Qəhrəmanlıq göstərmişdilər. İlqarın şəhadətə ucalması haqqında xəbər hər günü səksəkə içində keçirən Məmmədovlar ailəsinə çatır. Müharibə onların həyatını növbəti dəfə alt-üst edir. Məcburi köçkünlük, oğul itkisi və bir ömür sağalmayacaq ürək yarası. Biz şəhərə gələndə orada adam vardı. Adımızı oraya yazdırmışdı. Bundan ötürün ki, bunun adı orada olsun ki, bunu bir iş olanda bundan xəbər bilək. Oturmuşduq, gəldilər ki, uşaqları gətirilmişik, gəlin ora. Özüm getdim, gəlinim getdi, bir də yoldaşım getdi. 3 gün açdım, yoldaşıma dedim ki, bu deyil. 4-cüdə dedim, bax budur. Daşının burasında bir çapığı vardı. O çapığını meyitlərin içində tanıdım. Mən Kürdəmirdə yaşayırdım. Axşam saat 5-in yarısı idi, telegrama gəldi. Böyük qardaşım telegram alırmışdı. Biz Əhmədlidə olurduq, havanı qürub enən vaxtı idi. Mən də özüm tərbiyəçi işləyirdim bağçada. Oradan gəlmişdim, elə evə təzə getirmişdim. Gördüm, qaynatam gəldi, yoldaşım çağırdı çölə. Nə dedisə, qayıtdı dedi ki, ay dədə vay. Daim dedi, ay dədə vay. Qoca nənəm var idi, dizinə döydü. Amma tayında qulağımız səslədi ki, ancaq bizdən budur da əməliyyat olan. Dedim, dayı, nə oldu? Dedi, heç nə, İlqar yaralanıb, yığışıb ora gedirik. Gəldik atamgilə. Gəldik, gördük ki, tabutu gətiriblər, hamı yığışıbdır. Bir bacı qardaşın ölümün şəhidliyin eşitində necə olar? Təsəvvürüzə gətirirlər. Elə də gəldik. Mən çata bilmədim, amma gəldim, dəfn ediblər. Ağrılıdır, çox ağrılıdır. Çox ağrılıdır, çox belə çətin haqq-hesabdır. Mən inanırsan, mən gündə bir dəfə də gözümü qabağına gətirirəm, ondan sonra dönəcəm.
Vətən torpağının müdafiəsi uğrunda canını, qanını əsirgəməyən İlqarın qəhrəmancasına həlak olması doğmalarını nə qədər sarsıtsa da, onun şəhadəti ailəsi üçün az da olsa təsəlliyə çevrilir. Qürurla onu anıram. Qardaş bacı üçün nə ola bilər? Dizdə taqət, qolda qüvvət, gözdə nur ola bilər. Mənim gözümdə milli qəhrəmandır mənim qardaşım. Mən qardaşımla həmişə fəxr edirəm. Fəxr edirəm, fəxr eləmişəm, fəxr edirəm. Həm körpərində fəxr eləmişəm, həm döyüşündə fəxr eləmişəm, həm şəhidində fəxr eləmişəm. Həmişə deyirdi ki, mən axıra qədər vuruşacağam. Allah qoysa torpaqlarımızı alacağıq. O bacılarının da, qardaşlarının da qəhrəmanıdır. Həmişə gözüm yoldadır ki, İlqar bu dəqiqə gələr, bu saat gələr. Dedilər, İlqarın xatirəsində heç nəyə qalmayıb. Mən dedim, məndə veribdi ki, saxla, gələndə səndən götürəcəm. Onları indi də mən saxlayıram. Mən heç anıya iraz olmaram ki, mənim kimi sığılmasın. Düzdür, çətindir. Həyatda olmamağı bizim üçün. Amma onunla bərabər fəxr edirəm ki, İlqar zirvəyə yüksəlibdir. Anam başda olmaqla bütün şəhid ailələrinə, ata-analarına, bacı-qardaşlarına səbir diləyirəm. İlqarın doğma Cəbrayıla, Sultanlı kəndinə qayıtmaq arzusu gec də olsa reallaşdı. Onun böyüyüb boya başa çatdığı yerlər 2020-ci ilin payızında işğalçılardan təmizləndi. Deyirdi ki, günü gün olsun ki, yəni nəyin bahasında olsa, yəni bu torpaqlarımız mənfur düşmənlərimizdən azad olunsun. Yenə də həmən kimi gedək kəndimizdə, elimizdə, ovamızda yaşayaq. İnanırdıq ki, geci tezi bu torpaqlarımız düşmənlərimizdən azad olunacaq. 44 günlük müharibədə iştirak edən bütün Azərbaycan ordusu başda Ali Baş Komandanımız olmaqla torpaqlarımızı azad etdilər və İlqar Məmmədovun qanını yerdə qoymadılar, arzusunu həyata keçirtdilər. İlqar Məmmədovun timsalında vətən həsrəti ilə döyüşən bütün şəhidlərimizin qanları yerdə qalmadı. Çox şükür ki, artıq vətənimiz azaddır. Torpaqlarımız alınır. Yəqin ki, İlqar kimi ruh şaddır ki, torpaqları alınır inşallah. Allah prezidentimizə can sağlığı versin. Xanım Mehriban Əliyevaya can sağlığı versin ki, bizim bu Qarabağımızı geri qaytardı, bütövləşdi Qarabağımız. Hər dəfə Cəbrayıla getdikdə, Lələtəpə ətrafından keçəndə mən İlqar Məmmədovu xatırlayıram. Cəbrayılımız mənfur düşmənlərimizdən azad olanda, kəndimiz, Sultanlı kəndimiz işğaldan azad olanda həqiqətən də hər birimizin sevincimizin həddi yox idi. Çünki yəni İlqar kimi qardaşlarımızın Allah hər birinin məkanı cənnət eləsin. Yəni onların qanı yerdə qalmalı. Zaman gələcək, biz də qayıdacağıq öz torpaqlarımıza, orada da həyat qaynayacaq. Neçənsə İlqarlar əmələ gələcək. İgid, mərd. Balaca qardaşımın balaca nəvəsinə adını qoyub yaşadım. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bir ağrı isə heç vaxt sakitləşməyəcək. Oğlunun həlak olduğunu bilə-bilə, hansısa möcüzənin baş verəcəyinə inanan anasının yaşamağa, tapınmağa, söykənməyə yeganə yeri İlqarın əbədiyyət yolunda mərmərdən qurulmuş taxt-tacıdır. Kəndə heç uşaqlar qayıtsa da mən qayıtmayacağam. Burada qalacağım. Sumqayıt yaxındır. Ayda bir dəfə gedib uşağımı görəcəm, gələcəm. İlqar orada yoxdur. Mən də orada olam.